Salam əziz dostlar, hələ gəlməyiblər dostlar. Çox sağ ol Elçin, təşəkkür edirəm. Bugünkü Ruznamenigarı Azərbaycan üçün jurnalism ya Azərbaycan milli fəallar üçün jurnalism dərsinin 3-cü bölümün teorik qismətində çalışdım ki, roşənfikr nədir, xəbərnigar nədir və məsuliyyət xəbərnigar nədir? O haqda danışam. Sağ ol Aydın qardaş, təşəkkür edirəm. Salam aleyküm Elçin. Mahmud Nəzəri, salam aleyküm. O birisi dostlara da salam ərz edirəm. Çox xoş gəlmisiniz. Mən bir zərrə bunu yendirmə şaya ki, siz məni görün, mən də sizi görüm. Birinci bölümdə məsuliyyətə görə danışdıq və dedim ki, gərək xəbərnigarın vəzifəsi ya roşənfikrin vəzifəsi budur ki, gedə məmləkətləri təcrübə eləyə, məmləkətləri nə qədər İrandan dalıdır ya qabaqda onu görə. Ondan sonra İranla müqayisə eləyəndə bu fərqi Japon, Çin, Kore, nə bilim, Kuveyt, Ərəbistan, Türkiyə, Azərbaycan Cümhuriyyəti, hətta Ermənistan, Rusiya, Amerika, Kanada, İngilizistan, Fransa, Alman niyə İrandan qabaqdılar ya niyə dalıdılar? Məsələn, deyək ki, dünyada Brunei, nə bilim, Sudan, Somali İrandan dalıdılar. Məsələn, deyək, mən inanmıram Somali, Sudan İrandan dalı olmuş olsun, amma deyək, dalıdılar. Onda eləyə bildik müqayisə eləyək ki, bununla bunun fərqi nədir? Müsbətdir ya mənfidir? İran müsbət tərəfdədir ya mənfi tərəfdədir? İran hangi məmləkətə görə müsbət tərəfdədir? Hangi məmləkətlərə görə mənfi tərəfdədir? Nələrdə müsbət tərəfdədir? Nələrdə mənfi tərəfdədir? Roşənfikrin vəzifəsi budur ki, sonra vəzifəsi budur ki, əgər İran mənfidir, onu müsbətə tərəf qovuzasın. Bir dərəcə heç olmasa çalışsın. Bu çalışmağı üçün pul almaz. Canından, malından geçər, vaxtindən geçər, ömründən geçər, rifahından geçər. Hətta bəzən roşənfikirlər deyirlər, roşənfikr gərək evlənməyə. Əslən, belə bir baxış vardır. Deyirlər, çünki roşənfikr gərək 24 saat vaxtin qoya camiənin inkişafına, tövsiyəsinə. Məsələn, əgər İranda azad hizb yoxdur, azad mətbuat yoxdur, azad rəsanə yoxdur, azad kitab yazılmır, azad məfhumda kitab yazılmır, bunları oturar ya düzəldər, təşkil verər və bunların qabağından aparacaq. Demokrasi üçün nə çalışacaqdır, azadlıq üçün nə çalışacaqdır, fikir yaymaq üçün, insan haqları üçün, bunların hamısı roşənfikrin vəzifəsidir. Onda camiə gedir üstə. İkinci vəzifəsi budur ki, soruşan niyə? Hardan belə oldu ki, bizim camiəmiz dalıya qalır və 100 ildir dalıya qalır. 100 ildir bu camiə qabağa getmir. Bunu tormuz eləyən, bunun sürətgiri, bunun o şeyi ki, qoymur bunun maşını hərəkət eləsin, nədir? Axtarır görür ki, İranda danışqahda müşkül var, ustad danışqahda müşkül var, müəllimlərdə müşkül var, hizblərdə müşkül var, roşənfikr adlanan adamlarda müşkül var. Roşənfikrin İranda məfhumi kravat, sigar, ləbədar, nə bilim, bunlardır. Yəni, baxın siz roşənfikrə, əli şəriətdən tutun, hamısı istəyiblər roşənfikr qiyafətdə, boyunlarını əyiblər, sigarı qoyub da bura çəkiblər. Ya kravat vurub, ya papiyon vurubdur, ya məsələn, ləbədar qoyubdur, ləbədarı biraz əyri qoyubdur, məsələn. Necə, məsələn, mənim oğlum İranda istir deyə mən nəqqaşam, böh qoyurdu başını ki, mən nəqqaşam. Nəqqaşısı ilə deyəmirdi mən nəqqaşam. Bir dana əyri böh qoyanda oluram nəqqaş. Mən qiyafəm bəh nəqqaşdır ha. Qiyafiyə deyil. Bəlkə düşüncəyədir. Düşüncə məsələsidir. Amerikada ustad danışqahlar bəzən
kiçik şalvarlarla, yəni o şort kimi şalvarlarla gedirlər danışqahda dərs deyirlər. Bir dənə ustad danışqah vardı mən olan şəhərdə. Həftədə 4 gün dərs deyir, 2 günün arvad libası gedir danışqaha, 2 gün kişi libası. Yəni 2 gün dik taban, ət corabı, damən, tıqqılı damən, başına da kulaqçıç qoyur, kişidir, yoğun bir kişidir özdə. Durur, burasında bir kif salır, xanım gedir kilasa dərs deyir. Danışıqlar da gəlir, görür ki, 2 gün bu ustad kilasa gəldi, arvad paltarı ilə. 2 gündə kişi paltarı ilə. Allah Allah. Onda demirlər ki, onlar arvadsın, ged arvadlığın da alışsın da. Ustad danışqahda belə olar. Yox. Baxırlar ki, bu kişi bir fikir daşıyır. Həm də daşıyır. Zehnində daşımır, hətta giyinir. Arvadla kişinin fərqi yoxdur. İkisi də insandır, bərabərdir. Bir kişi eləyə bilər, sövdüğü kimi giyinsin. Niyə gərək arvadlar fəqət bəzənsinlər, kişilər bəzənənməsinlər? Əlbəttə mən bilirəm niyə, çünki kişilər pul xərcləməyə can çıxadarlar, can verirlər pul xərcləsinlər, arvadlar pul xərcləməkdən qorxmazlar. Normalda da kişilərə arvadlar bir şey almasalar, kişilər almazlar. Çorapların 50 dənə cırığı olar, o cırıqları da başmağa giyərlər ki, çıxanda da görərlər, cırıq çıxadarlar ki, hamısı ayağımız ayaqyalın görsənsinlər. Xanımlar belə eləməzlər. Buradan da fərqləri biraz. Əlbəttə, bunu dedim fəqət külah. Amma indi bizim gəlaq məsuliyyətimizə, bizim məsuliyyətimiz bu günləri nədir? Bu günlər ki, İranda media çalışmır. İranda az qala 2000 dənə ruznamə və məcəllə var. Bir ay yarımdır Əl-Əhvaz iqlimində inqilab gedir. Bir ay yarımdır. Onlar nəfər ölübdür. Yüzlər nəfər tutulubdur. İranda, mətbuatda, ustad danışqahda, hizbilərdə, filanda heç yerdə bir agəhi görməsiniz, bir yazı görməzsiniz. Çünki əslən İranda düşüncə budur ki, ərəb adam deyil ki, onun da haqqı ola, gələ xiyabana inqilab eləyə haqqı üçün. Əslən ərəb gəlsə xiyabana etiraz eləsə, inqilab eləsə, gərək onu öldürəsə. Əslən onun haqqı ölümdür. Sizdə də, məndə də bu var. Əgər biz ərəblərin inqilabına, şəhərlərini almaqlarına sevinmirik, lolların şəhərlərini almağına sevinmirik, biz zidd insani bir fikir sahibiyiz. Xəbərnigarın vəzifəsi bu günləri sizin və mənim vəzifəm budur ki, vaxtimizi qoyaq pul almadan. İçəridə gedən hərəkatı gecə günüz baxaq, rəsəd eləyək, gələk oradan ki mümkündür yetirək insanlara. Oradan ki mümkündür. İnsanlara yetirək ki, bizim camiəmizdə nə keçir? Bu bizim vəzifəmizdir. Ondan sonra qaldıq xəbərləri yazmaq. Bizim xəbər yazmaq onlar ki, istəyirlər, öyrəşirlər. Əvvəl gərək bilərlər ki, vəzifələri nədir? Vəzifə çox ağırdır. Vəzifə hüquq və gəlirə bağlı deyil, dəramədə bağlı deyil. Vəzifə düşüncəyə, bura, içəridə və bura bağlıdır. İnsan sevmək, insanların haqqlarına baş əyməyə. Məsələn, indi Azərbaycan istiqlal alsa, biz neynərik? Azərbaycan istiqlal aldı. Sizlə də mən Azərbaycancıyıq, Azərbaycanlıyıq, Azərbaycan da aşığıq, hətta biz nasionalistıq. Azərbaycan gəldi, inqilab elədi bu günləri, gəldi, dövlət qurdu. Sizlə biz də Azərbaycan tərəfdarıyıq da, Azərbaycancıyıq. Oradakı Kürdlərə görə necə düşünəcək? Oradakı Bəluç olsa, oradakı Erməni olsa, oradakı Yəhudi olsa, oradakı Zərtüştü olsa, oradakı Fars olsa, oradakı hər kəs, hər yerdən olsa, ona görə necə düşünəcək? Kürdlər haqlarını istəsələr, Azərbaycanda yaşayan türklər, Azərbaycanlı Kürdlər, diqqət buyurun. Azərbaycanlı Kürdlər haqlarını istəsələr, ana dilini istəsələr, neyniyəcək? Deyəcək ki, onun haqqı ölümdür. Bizlə Farsın heç fərqi yoxdur. Biz fərqli düşünməliyik. Azərbaycanın fərqi Farsistanla buradadır. Türkün fərqi Farsistanla buradadır. Azərbaycanı şimaliyə baxın.
Şimali Azərbaycana baxın, Türkiyəyə baxın, Türkmənistana baxın, o birisi məmləkətlərə baxın. Görəcəksiniz ki, İrandan 1000 pay yaxtıdır durum. Bundan belə ki, 2 qarn Rusiyanın istimarı altında qalıblar. İttihad Cəmahiyyəti Şurəvinin və Tezarın, Rusunun, Urusların istimarı altında qalıblar. Dostların biri deyirdi ki, Azərbaycanın nəftinin boşqasının qiyməti Allah, o məmləkətin adı nə idi? Gürcüstanın suyunun qiymətindən ucuzdur. Ruslular aparırdılar. Amma indi o zamandan ki, öz əlləri olub, öz başları ki, baxın. Orada gedən azadlıq İranda yoxdur. İndi gələk xəbərə. Qardaşlar, əvvəlin vəzifəyi xəbərnigar nədir? O fikri bəhsdən getiririk, yazmaq məsələsinə gəlirik. Rəsəd eləmək, monitoring. Əvvəlin vəzifəyi bir xəbərnigar, bu da monitoring edir. Əlbəttə biz Türkçe yazdığımız üçün belə yazacağıq. Monitoring əvvəlin vəzifəsi. Monitoring nədir? O yerlərdən ki mümkündür, hər kanalla ki imkanı vardır, baxacaq görə indi İranda nə getir? Hangi şəhərdə nə ittifaq düşür? Ola bilər telefonla, ola bilər telegramla, ola bilər ayrı bir imkanlarına, dostlarla, qonşularla eləyə bilər burada görə ki, şəhərlərdə nə keçir. İkinci, monitoringdən sonra bir neçə mənbədən bir xəbəri soruşaq. Yəni, məsələn, istirik görək ki, Əl-Əhvazda nə keçir? Dostumuz vardı, ərəbdir. Zəng edirik, soruşuruq. Görək nə keçir? Ərəblərin web saytı vardı bir-iki dana. Baxırıq, görək onlarda nə keçir? Mənbələrə baxırıq. Ondan sonra baxırıq görək xarici ərəb kanalları nədir? Ondan sonra təşkilat-ı siyasi ərəb. Ərəb siyasi təşkilatlar nə yazırlar? Sonra müsahibə. Yəni, əvvəl monitoring edirik, baxırıq. Dostumuz var, onunla danışırıq, web saytlara baxırıq, telegrama baxırıq, əkslərə baxırıq, web saytlara baxırıq, xarici kanallara baxırıq filan. Sonra görürük ki, bunların arasında ixtilaf yoxdur filan xəbərdə. Bir şey bu deyib, bu da onu inkar eləmir. Bu da həmanı deyir, bu da həmanı deyir, bu da həmanı deyir, bu da həmanı deyir. Biz bu xəbər bizə düzdür. Biz 3 dana mühüm bu kanallardan 3 danası bizə. Sonra ya zəh veririk bir dana hizbin rəisinə, ya bir nəfərə Əl-Əhvazda deyirik ki, belə bir şey getirsiniz, nə düşünürsünüz? O da nəzərin bizə deyir, görürük ki, bu deyən o birliklərdən çox fərqli deyil. Təbii ki, xəbərlər fərqli olacaq, çünki xəbərnigarlar və medialar fərqlidir. Biz bunların üstündən gələcək xəbərimizi yazacağıq. Məsələn, deyəcəyik ki, indi istirik deyək, ərəblər xəbərlə aldıq, beləsi deyim. Xəbər aldıq, qoyun elə burada baxın, bir dənə xəbəri, mənim bir dostum vardı, onun web saytına girim. Yəni, web saytı da yoxdur, əlbəttə, ona mən Facebook'una girim. Görüm ki, nə var, indi o nə yazıb, məsələn. Məsələn, Cənab-ı Səlah Əbu Şərif Əl-Əhvazi bir hizbin rəisidir orada. Daimən müsahibə verirlər. Ələn ki, mən burada baxıram. Əl-Murşid Əl-Ələ Ali Xamneyi nə oldu? Bir şey yazıb orada. Tehran Rus bir qədər bunu. Məsələn, mən ələn bu Əl-Yevmül Kubra modeli Azərbaycanla Cənubiyyə. Ələn, məsələn, Azərbaycandan ərəblər bir dənə video qoyublar Təbrizdən ki, fikir edirəm,
10-15 dənə əşqavər şeydir, atıblar, dalbadal atırlar. Çox, 10-15-dən çox. Yəni, mən əlan əgər əvvəl filmdən dubara vursam, baxsam, kaş eləyə biləm bu imkanı dostlar mənə örgəsinə, mən eləyə bilim sizə buradan şeyi də görsədim. Videoları ki, özüm baxıram, onları sizə görsədim, amma baxın, bu səsləri ki eşidirsiniz, mən indi bunları vuracağım eşidəsiniz. Bu səslər narincəkdilər, əşqavər narincəkdilər. Baxın. 5, 6, 7, 8, 9, 10, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 30, 31, 32. 32. Bu video neçə saniyədir dostlar? 41 saniyə. 41 saniyədə Təbrizdə 32 dənə narincək atıldı millətin içinə. İndi buna dahi xəbər lazım deyil. Yəni buna ehtiyacı yoxdur, dostumuzdan soruşaq, veb-sayta müraciət edək, çünki videosu var. Təhcə məsuliyyətimiz nədir? Görək vaqəən bu Təbrizə aiddir ya yox? Bu günə aiddir ya yox? Bəlkə keçən illərin hadisəsidir qoyublar. Bəlkə bir ayrı məmləkətində qoyublar bura. Bizim vəzifəmiz budur ki, və ha zaman onları da videonun içində girək, baxaq çoxlu o xəbərini demişəm insurjərin, kim, nə zaman, niyə, nədən ötürü filan bu suallara cavab verməyin hamısı videoda var. İndi bunu mən yenə də icazənizlə bir silim bunu. İndi biz Azərbaycanı monitor edirik. Ərəblərin veb-saytına getdik və bu gözəl videonu gördük. Çox sağ olsunlar. İcazənizlə elə mən bu videonu burada share eləyim. Kilasın vəsətində. Dostlar faydalansınlar. Əgər istəsələr bu videonu görsünlər. İndi bu videoda bizim vəzifəmiz monitor elədik. İndi Azərbaycanda keçən məsələni, Təbrizdə keçən məsələni monitor elədik. Bəlkə videolardan 10 dana video tapdıq, daha gözəl olar. Xəbərimiz güclənər. Bu videonu dostlar əgər imkan olsa açsınlar, özləri ilə baxsınlar. Görürsən, gecədir, qaranlıqdır. Maşınlar xiyabanda park eləyiblər. Adamlar bir tərəfdə durublar, video çəkir birində. Bir tərəfdəki polis görsənmir, millət görsənmir. Çünki narincək tüstüsü, dumanı 31 dana narincəki 41 saniyədə 32 dana ya 31 dana narincək atırlar millətin içinə. Diqqət buyurun. Elə bu bizi xəbər yetişər. Yəni, bu bizi görər. İndi üstünlük deyək ki, Azərbaycanda bir dana vaqei savaş gedir. Titr nə vurur? Əslən, bu xəbərdən nə alarsınız? Lütfən, dostlar işitdilər xəbər yazılar. Xahiş edirəm, bunu bir qıssa xəbər yazın. Qıssa xəbər mən də otururam yazam. Oturaq bir xəbər yazaq. Mən elə burada tabloda da yaza bilirəm əlbəttə. Biz bu videonu dedim, ənasır xəbərisinə diqqət eləyəcəyik. Hansı ünsürlər var burada. Ondan sonra deyəcəyik ki, bu video vaqiidir ya yox. Azərbaycana aiddir ya yox. Azərbaycanda Təbrizə aiddir ya yox. Hangi zamanda bu aiddir ya yox. O zamanın dəqiq müşəxəs eləyəcəyik. Ondan sonra eləyə bilərik ittilaat təkmili alaq. Amma biz bu günləri xəbəri fəqət buna görə yazmaq istəyirik. İndi bunu qüvvə-i təxəyyül burada düşər işə. Biz xəbərnigar ya nevisəndə İrani deyirik ki, bunu görməyək. Biz bu məsələni görməliyik. Biz tərəfsiz deyirik, deyək ki, yox, narincəkləri yazmasaq da olar. Az da yazsaq olar.
biz saydıq. Əlbəttə sayısız bəlkə görəsiz mən 2-3 dənə də iştibah eləmişəm, az demişəm ya çox demişəm. Biz gələk deyək ki, okey. İndi burada bir 42 saniyədə 31 dənə ya 32 dənə narincə gətiriblər. Hangi savaşda bir belə atarlar? Nə qədər milləti orada vardı ki, atırlar? Taze bu fəqət bir yeri göstərir da. İndi siz fikrin ki, şəhərdə bir çoxlu etiraz vardı. Həcmi ki, polis istir bu milləti qovsun, millət nə qədərdir ki, 42 saniyədə 31 dənə narincə çatır. Narincə üçün diqqət buyurun. Narincə ki, əşqabərin belə, əgər iştibah eləməsəm, ələ gərək götürməyəsiniz. Çünki ələ götürsəz əlizi yandırar. Çünki əgər iştibah eləməsəm, mən o zaman ki, sərbaz getmişdim, bizə deyir 250 dərəcə əvvəldə bunun istisi var. Yəni bunu 2 bərabər qaynamaqdan, 2 bərabər yarım qaynamaq kimi bunun əvvəlində istisi var. Onun üçün buna ələ atmazlar. Ələ götürməzlər. Hətta əldə bəlkə də partlar. Çünki İranda da xüsusən o şeylərdə çox diqqətli olunmur. İndi biz gərək bunu bilək, millətimizə də öyrədək. Məsələn, gəlirsiniz, polis orada nə şiddət göstəribdir. Siz orada nə qədər cəmiyyət idiniz ki, polis orada 42 saniyədə 31-32 dənə narincə gətir. Niyə atır? Hədəfi nədir polisin? Aya polis, indi sual buradadır, diqqət buyurun. Aya polis bunun yanında insanlara müstəqim şillik eləyibdir? İnsanların neçə nəfər yaralanıbdır? Ehtimalən neçə nəfər şəhid olubdur? Bunlar o suallardır ki, ehtiyacımız vardı. Dostlarımıza zəng eləyək, ya ayrı bir mənbələrə baxaq, bu sual təkmilləri düzəldək. Amma tüm xəbər şok, son dəqiqə, ya İngiliscə deyirlər ki, shot, shot deyirlər fikirə. Yox, shot demirlər. Yadıma düşə deyərəm. Adam bu cür şeyə geçəndə suit eləyənmir zehni çox vaxt. Hətta olmasa mən suit eləyənmirəm zehnimi bəzən. Biz bu xəbəri, bu videonun üstünü xəbər yazaq. Buna bir video xəbər yazaq və o caption demişdim əksi də. Əkslərin altına bir caption yazarıq, bir şey yazarıq, əksləri şairanə göstəririk. Burada da zehnimiz düşə-düşə sual yazarıq. Meydanı cəngi kimi də əlan burada nəzərə gəlib. Buna ehtiyacı yoxdur zehniniz düşə-düşə. Kafi də orada görürsünüz ki, 32-dən atılır da bu meydanı cəngidir. Kimlə kimin arasında savaş var? Azərbaycanlı ilə Farsın arasında. Əgər Ənsari Hizbullah çıxsaydı, polis onlara belə bir şey atardı. Yox. Bəs bu bir şeydir ki, dövlətin sistemindən müxalifdir, onun üçün də aşatırır. Burada bəllidir, şüarlar yaşasın İran deyil, yaşasın Xümeyni deyil, yaşasın İmam Cümə deyil, yaşasın Sipah-Pasdaran deyil, polis nədir, himayət deyil. Bəllidir ki, burada Azərbaycanlılar bir Azərbaycançılıq üçün, Azərbaycan üçün bir şey istəyiblər. Bunun əsasında veriblər. Bunlara da indi baxın, bu suallara da təhlili deyirik. Çünki o videoda bunlar yoxdur. Bunlar təhlildir biz edirik. Amma ayrı mənbələrə 2-3 dənə də videoya baxsaq, ələ gələr. Ya 2 nəfərə zəng eləsək, ya 1 nəfərə zəng eləsək, etimadımız var, tanırıq ki, düz adamdır, yalan deməz, kafidir. İndi dostlar, buna titr istəyirəm sizdən. Neçə nəfərimiz var burada? Əl 16 nəfərimiz vardı. Bir dənə titr yazaq. Lütfən nəfərə bir dənə titr yazın. Mən də elə sizə tay burada indi ani fikirləşirəm. Mənim zehnimə feylən bu gəldi. Cəng xiyabani در تبریز
2 nokta پرتاب 32 نارنجک در 42 saniye. İndi baxın, titri yazanda nə cür eləyə bildik ki, bunların üstündə danışaq. Məsələn, deyək ki, Cəng Xiyabani در Təbriz, elə bunun özünü qoyaq. Məsələn, əvvəlini qoyaq آغاز جنگ خیابانی در تبریز. Belə bir şey qoymaq olar. Buna deyirlər titri çəkkuşi. Onda əgər bu nöqtəni götürsək, onlar titri çəkkuşi. Elə Cəng Xiyabani در Təbriz özü titri çəkkuşidir. İndi ağaz da qoysaq, yenə də titri çəkkuşidir, başladı. Eləyə bilirik bunu deyək ki, məsələn, baxaq görək, soruşaq, zəng eləyək görək ki, nə qədər çəkibdir. Eləyə bilirik də məsələn 5 saat جنگ خیابانی در تبریز. Bura bir dənə 5 saat gətiririk. Yazaq 5 saat Təbrizdə xiyabanlarda cəng oldu. Ya elə bunun özü yazarıq. پرتاب 32 نارنجک در 42 saniye. Heç bunların heç birisi istəməz. Üstə bir dənə Təbriz istər. Yazılar məsələn Təbriz 2 nöqtə. پرتاب 32 نارنجک در 42 saniye. Dostlardan biri yazdı, Elçin bəy yazdı ki, ağaz cəng xiyabani با 32 نارنجک در Təbriz. 32 نارنجک münfəcir olubdu. Baxın şeydir. Elə bir ki, o 32 نارنجکی bağlamışıq bura, 32 نارنجکی. Getmişik cəngə. Yox. Burada partlayıbdır. O məhfuma diqqət eləyəcəyik. Ödə ağaz deyil. Bəllidir ki, bu filmin vəsətidir. Yəni, bu 32 danadan qabaq da videoda var. Yəni, ayrı videolarda bəlkə təksələr var. Amma bu video bunu bəs ağaz deyil. Bu da vəsətdən bir fikirdir. Yəni, Təbrizdə gedən tarix beləsi bir şeydir da, bilirsiniz. Məsələn, bir dana hadisə belə baxırıq da. Hadisə nöqtəyi E'dən nöqtəyə B-yə gedir. Yaxud zaman beləsi gedir. A-dan B-yə tərəf hərəkət edir zaman. Buradan bura məsələn deyək ki, Təbrizdən saat 5-də çıxıblar. Axşam saat 17. İndi də məsələn Təbrizdə saat neçədir? Deyək ki 4 desək hələ 12-dir ya 12 yarımdır. Təbrizdə fikir edirəm. Dostlar, saatı yazın Təbrizdə neçədir? Cavab Zərri abi, xoş gəldin. Necəsən? Yol. Saat 17-də deyək ki, Təbrizdə hərəkət başlayıbdı, inqilab başlayıbdı. Axşam başı saat deyək 10-a qədər davam edib, ya 11-ə qədər davam edib, məsələn 23-ə qədər. Zaman buradan bura neçə də 5-dən 11-ə qədər 6 saat məsələn. 6 saat zərbiləri 160, hərəsi 60 dəqiqə, 300 dəqiqə ya 180 dəqiqə. Bağışlayın. 180 dəqiqə olar. Yox, olar. Mən bu gecə qatışdırmışam. Mənim hesabım qələtdir. 6 saat hərəsi 60 dəqiqədən 8 18 olur 180 dəqiqə ki. 360 dəqiqələr. 360 dəqiqə buradan buraya ilə, o da saniyə hesablasaz. 360 zərbiləri 60. 360 60 18300 saniyə. Buradan bura 18300 saniyədir. Biz fəqət o hadisədə Təbrizdə bir dana videodan gördüyümüz, bəlkə indi burada bir dana hadisə ki Təbrizdə gedir. Burada 1000 dana zaviyədən baxsaq, 1000 cürə orada hadisələr görərik. Onun üçün biz bunu bilmirik ki, vəsətidir. Kərkükdən salamlar, tüm Təbriz yaşasın, yaşasın. Aleyküm selam Kərkük. Çox sağ ol gəlmisiniz. Bizim bu qəzetəçilik şeydi, dərsli Azərbaycanlılar üçün. Umarım siz də faydalanarsınız. Dostlar, indi biz burada, mən əvvələn niyə titr az görürəm? Dostlardan 8 nəfər var, amma bir dana titr gəlibdir. Baxın,
İndi biz bunu üstündə işləyə bilərik ki, xəbəri daha ciddi tapaq. Vəzifəmiz bizim xəbər yazmaqdır və o hadisəni titr neylər? Yəni əgər heç halda oxumasalar, bunu oxusalar gərək baş düşünürlər. Yəni bilərlər. İndi bu titrin bir şeyi əskikdir. Əgər burada bunu yazsaq, baxın, fəqət bu tikəni yazsaq, pərtab CO2 narincək dər 42 saniyə. Bir şeyi əskikdir. Harda? Harda? Burada bir təbriz qoyarıq. Ya üstünə, ya altına. Buna deyirlər root titr, buna deyirlər zir titr. Titrin üstü, titrin altı. Bir təbriz qoysaq, yəni ki, təbrizdə belə bir şey oldu. İndi bunu ayrı cürdə yazmaq olar. Məsələn, polis, bunu ayrı cür titr istirik vuraq da. İndi dostlardan xahiş edirəm ki, bunu ayrı cür titr vursunlar. Azərbaycan gərək hafizəmizdən silinməyə. Mən də burada yazmışam, Azərbaycan dur ayağa düşməni yıxmaq vaxtıdır. İndi bu da getmir, şükür Allaha, elə burada qalıbdır. Ərz edeyim, indi həman xəbəri bir ayrı cür yazsaq ki, bizim millətimizin dərdinə dəysin. Mümkün deyək ki, məsələn deyirəm, پاسخ پلیس به درخواست آموزش زبان مادری 32 نارنجک در 42 saniye بود. Çox uzun titridi. Çox uzun titridi. Bu, əgər istəyək ona yazaq, çox şey örgədir. Bu ki, Təbrizdə millət çıxıblar, ana dili istəyiblər, polis olaraq 32 saniyədə, 42 saniyədə 32 dənə narincək atıbdır. Və amma çox uzundur. Yəni bunu bizim ruznaməmiz ya web saytımıza bu yerləşməz. 2-3 xətt olar. Gərək oradan ki, mümkün indi bunu tıqqılladaq. Eləyə bilək, yerləşdirək. İndi gələk bunu kiçiklədək dostlar, köməklik edin bunu kiçiklədək. Ya lütfən titrlərinizi yazın. Şatiridən titri görmürəm. Vahid lütfən titr yaz. Elçin titr yaz lütfən. O birisi dostlar da gəlmirlər. Çünki onlar iki qəraldı daim gəlirlər, gəlmirlər hala. Özləri bilərlər. Biz bunları qoyacağıq internetə, bəlkə orada baxarlar. Amma təbii ki, kilasda olmaq daha yaxşı olar. İndi biz bunu istiyoruz biraz dəyişdirək. Məsələn, bunu necə yaza bilirik? Belə bir şey yaza bilirik. پاسخ مردم تبریز سی و دو نارنجک. پاسخ مردم تبریز 32 نارنجک. یا eləyə bilirik 32 narincək پاسخ مردم تبریز. Bu xəbər doğru deyil. Sizə göndərdim. Hançısın? Göndərin görüm hardadır.
Hangi xəbər doğru deyil? Bir dəqiqə mən bunu baxım əlan. Tamam, bunu dostlar bir xəbər göndəriblər. Bir titr üstə göndərməsiz, onu mən açdım. O ayrı bir şeydi. Tamam, o ayrı titridi. İnsaf Ali Bey, bu xəbər yanlışdır. Hangisi? Xəbərə baxın. Manor Nizami Bəhçəhay Xanə Sazmani. Bəhçəhay Sazmani 32 dənə narincəyi nəyə atırlar? Xanə Sazmani Təbrizdə bir məhəllədir. Orada da uşaqlar 32 dənə narincəki nəyə atırlar? Bu bir sualdır. Həməşmin Xiyabanhay Təbriz bir səhni cəng təbdil şudə است. Bunda yazıblar. Selamlar, bir xeyirli və şad gün, Tanrının rəhməti və bərəkəti ilə saadət və mutluluq sizin üçün aydın saydın. 24 İsfənd 1395, yəni keçən ilindir. Yəni bu çərşənbə suridir məsələn. Hə, o tarixi görürəm, amma bilmirəm o zamanınkidir ya yox. Gələcəm ora. Gələcəm. Yol. O xəbəri axtarmaq olar. Bəlkə doğrudur, çərşənbəninki olar, amma indi burada bunu qoyublar. Dedim, biz buna fəqət istinad elədik. Yəni istədik bir titr vuraq. Amma eləyə bildik ki, axtaraq görək ki, belə bir şey var ya yox. Ya o zamana bağlıdır. Amma sağ olun ki, yenə siz bir şey tapdınız. Bu bunu göstərir ki, siz mənbəyi qəşəng kamil eləyə bilirsiniz, tapasınız ki, bir dənə xəbər doğrudur ya yox. Yəni indi o videonun üstündə biz bunu yazırıq da. İndi bəlkə o çərşənbə surinin olar ya nə bilim ha zamanın olar. Son çərşənbənin zadın olar. O bir başqa məsələ. Yəni əgər o cür bir şey olsa belə bir şey yaza bilirik. İndi deyək ki, bu xəbərdən çıxaq eşiyə, çünki bu xəbər indi biraz qeyri-vaqei oldu. Dostlar tapdılar ki, bəlkə bu xəbər düz deyil, şək yaratdılar. Onun üçün bu xəbəri silaq. Mən də öyrəşdim ki, bunun niyə silmirik? Çünki zahirən o yerləri ki, alkol vurulub, onları silənmirik. O yerlər ki, alkol vurulub, onları rahatsız edir. Hətta heç silmirdi, Allahdan ötürü. Keyfiyyət o qədər məmləkətdə dəyib bir-birinə. Tamam. Dostlar, elə bir çox zamandır biz buradayıq. Vaxtınızı çox alacağım elə bir. Onun üçün çox olmasın, bunu mən tez qutarım. 1 dəqiqəyə, 2 dəqiqəyə qutarım. İndi, məsələn, deyək ki, Azərbaycanda baxırıq, görürük ki, dünən bir hadisə oldu, yəni 2-3 günlük bir hadisə geçir. Azərbaycanda milli fəallar bəyaniyələr yayıblar, millətdən istəyiblər gəlsinlər, bir də şüaları qışqırsınlar və fərqin Tehranla ya o birisi əyalətlərlə görsəsinlər, bu cür olsun ki, eləyə bilməsinlər. Ya məsələn, bir dənə video gördüm, orada binap da, əgər iştibah eləməsən, binap ya xoy. Bunların birində rapimalıq vardı, fars dilində şüarlar deyilir və fars ləhcəsində, cəlib budur. Binaplıların özlərinin türk dilində ya xoyların bir gözəl, şirin ləhcələri var. O ləhcədə şey demək çox çətindir. Yəni, belə türkü şüar, hamı uzaqdan bilər ki, bunaqlıdırlar, ya əcəb şirridirlər, ya xoyludular. Amma bir dənə videoya yayılıbdır, çox fars ləhcəsi ilə, əlbəttə bilmirəm, görək ki, bu video bəlkə ki, oranın deyil, ora yazıblar ki, oranındır. Dostlar, gələk bunu təhqiq eləyərlər. İndi, fərz buyurun Azərbaycanda keçən 3 gündə, yəni o özü bir xəbərdir. Əgər tapaq ki, o video Azərbaycana deyil, onu farslar qoyublar, Fars şəhərindən götürüb qoyublar, Xoy adına, ya Binab adına, ya Əcəbşir adına bir video qoyublar ki, orada farsıdır və orada şahçılar şey elirlər. Biz bunu tapsaq ki, video yalandır, xəbər yazarıq ki, məsələn, o bir dənə mühüm xəbərdir. Farslar inqilabı cəhl elirlər. Azərbaycan inqilabını müsaadəyə çalışırlar. Belə titrlər vurmaq olar. Diskurlarla Irak'ın olurlar. Bəli. İndi gəlirik şeyə. Dostlardan biri bir şey yazıb deyə, orada bilmirəm, görürsünüz yox. İnsaf Əli bəy Sayberinin
sandiskorları ilə qarafil olmayın. Tamam, başladım nədir? Amma hər halda istiləməndirsə sandiskorlarla işiniz olmasın, onların sözlərini danışmayın, belə tutar. İndi Azərbaycanlılar 2-3 gündür çalışırlar. Milli hərəkət çalışır ki, Azərbaycan millətin təşkilatlandırsın, onları xiyabana gətirsin, onlar Azərbaycançılığı orada ələni şəkildə göstərsinlər. Biz indi istirik bunu titr vuraq və xəbər eləyək. Nə cür eləyə bilirik? Əvvəl bu ki, dünən titr vura bildik ki, Azərbaycanlı qruplar, milli fəallar şey elədilər. Milləti dəvət edərlər, gəlsinlər xiyabanlara, türk şüar versinlər və türk millətinin istəklərini tələb eləsinlər. Elə onu bu şəkildə bir xəbər elərik gedər. Məsələn, indi titri ona cəlib titrlər vurmaq olar. Azərbaycan به خیابان میآید. آذربایجان اعتراض میکند. آذربایجان حقوق خودش را فریاد میزند. آذربایجان حقوق خودش را فریاد خواهد زد. فردا موعد دیدار آذربایجان در اعتراض به تهران. فردا موعد دیدار آذربایجان در اعتراض به ایران. Və çoxlu şeylər ona titr vurmaq olar, titrlər də çox cəlib olar, eləyə bilər ki, insanları dərmanlığı pərçəm İranı payın çeşidən. Bəli, bunu mən görmüşəm, bu gözəl videodur. Elçin bəy, bu ikinci dəfə idi belə bir video çıxır. Yəni, Farsistanda bir çox yerdə, xüsusən Əl-Əhvaz iyalətində bir çox yerdə pərçəmlərin hamısını yandırdılar. Və bu cəlibdir, cəlibdir. Yəni, İran pərçəminin ərzişi yoxdur bizim üçün. Bizim üçün pərçəm deyil, o bir şeydir ki, istemarın davamı üçün bir semboldur. Arz edim xidmətinizə, indi bu günləri baxırıq, görək ki, monitor edirik, görək ki, Azərbaycanda nə getir, milləti çağırmışlar, bu günlər baxırıq. Böyük şəhərlərdən baxırıq, kiçik şəhərlərə. Fərz buyurun, indi deyirik ki, Kəlibədə birdə insanlar çıxdılar eşiyə, ya Həşdəritdə, ya Parsabadda, ya Xoyda, Binabda, Mərağədə, hər yerdə insanlar çıxıblar xiyabana. Əbhərdə, Zəncanda, Sultanabadda insanlarımız çıxıblar xiyabanlara. Buna nə cür titr vuraq yaxçıdır? Həm millətdə, titrin məsuliyyəti, baxın, titrin məsuliyyətin deyək qutaraq. Titrin məsuliyyəti. Titrin məsuliyyəti təhcə bu da ki, xəbər getirə. Milli ruznamenigarlıqda titrin məsuliyyəti insanlarda hissi yaratmaq, onlara məsuliyyət vermək. Çünki bəlkə əslən bu insanın, Azərbaycanlı insanın indiki zamanda xəbər oxumağa fürsəti yoxdur. Diqqət buyurun, bu çox mühüm məsələdir. İndi İranda nə ərəblərin, nə bəluçların, nə türkmənlərin, nə farsların hətta və nə Azərbaycanın vəxtləri yoxdur xəbər oxuyanlar. 10 paragraf, 5 paragraf, 3 paragraf. Onlar kiçik Twitteri xəbərlərə ehtiyac var. Twitter xəbər, yəni ən çoxu 90 kəlmə. Ən çoxu. Twitter icazə vermir. Fikrim 72 kəlmədən izafi yazmaq olmur. Yadımda deyil, bir zaman çox az idi. Yəni mən vağən cümlə yazanmırdım bəzən. Titrin məsuliyyəti insanlara agahlıq vermək, məsuliyyət vermək, həm də kiçik. Çünki bizim insanımız mümkündür ki, fəqət titri görə, qaça-qaça mobilində bu titri görə. Vaxtı yoxdur oxusun, qaça-qaça fəqət bunu oxur. Bizim titrimiz istir ona nə desin? Desin ki, Təbrizdə rəhbərlik var, get qoşul. Gərək onu burada elə yazaq ki, onu şey deyək. Harada vardı? Səri ona adres gərək verək titridə. Məsələn, deyək, Təbriz, məsələn, Mərkəz Təbriz ya Danışgah Təbriz ya Ciloy Danışgah Təbriz ya əgər məsələn, Mərkəz Təbriz ki olur, saat qabağı o qismətlər, bazar filan, bəhman, Danışgah qabağda ki olur, Abrəstan tərəfləri. Adres veririk olan orada. Bu bir məsuliyyətdir, ta onlar getsinlər ora. Oradakı insanlara köməklik eləsinlər. Yox, görürük ki, Azərbaycan hər yeri titrə deyək bitirdi. Fori titrir ki, Azərbaycan, məsələn,
در تب انقلاب آذربایجان انقلاب کرد. خیابانها در زیر پای آذربایجان. آذربایجان لرزه بر جان ایران انداخت. آذربایجان خواست خودش را فریاد میزند. یعنی biz milli xəbərnigarlığı olduğumuz üçün milli xəbəri, milli ehsasa, milli qürura, milli insaniyyətə, milli haqlara tərəf aparırıq. Milli hərəkəti təqviyyət eləmək üçün yazırıq. Əgər bir titr yazılar ki, o titr milli hissə, milli istəklərə, milli haqqlara, milli hərəkətə zərər vura, bu titr Azərbaycançılıq deyil, ziddi Azərbaycançılıq, ziddi türkçülükdür. Mən fikir edirəm ki, vaxtimizdən çox oldu. Sizin vaxtınızı almayın. Bu günləri bu qədər. Sonuncu günlərdə, yəni cuma axşamı da bu bəhsi davam verərik. Mən sizlərdən istəyirəm bir xahiş edirəm. Ələn burada 6 nəfər bəhsə qulaq asır. Lütfən Azərbaycana ya hər yerdə ki yaşırsınız xəbərlərinizi göndərin gəlsin. Mən özüm istəyirəm ki hər gün bir neçə qismətdə canlı xəbər qoyam və bəlkə də başarsam elə titrlə xəbər fəqət deyəm, yəni yazısı bir titr olsun, daha onun mətnini yazmayam, ya çox qismətin yazmayam, xülasəsini yazmayam, bəlkə elə bir dənə titrlə yazam və qalanını danışam, xəbəri səri Facebookdan yayam və qoyam o birisi medialara ki, insanlar görsünlər. Öz həddində çalışaq ki, milli hərəkət və İranda gedən inqilablar güclənsinlər. Hər yerdə fəqət bunu yadınızda saxlayın, hər yerdə inqilab güclənsə Azərbaycanın nəfilədir. Qoyun İranda güclənsin, farslar, ərəblər, kürdlər, bəruçlar, türkmənlər, hər kəs çox xiyabana çıxsın, İran hökuməti daha çox zəifləsin. Onda bizim gücümüz azadlığımızı və istiqlalı almaq üçün daha gücləşər. Çox sağ olun, təşəkkür edirəm, gecəniz xeyirə qalsın. Yaşasın Ata Zəncanını. Gözəl titridir. Azərbaycan lərzə bər əndam pan-İranistaha əndaq. Gözəl şeydir. Üstədə yazmışız, pərçəm xərçəng, nişan rejim Fars Axundi, nişani eşğalgəran Aryayist. Titr deyil, əlbəttə bunu yazılsız gözəl bir şeydir. Şuar da əslində bir fikirdir. Şuar da deyil bir fikirdir, gözəldir. Üstədə dubarə yazmışız ki, az cəliyyat sepah sahibeliği sepah ki شک و تردید در اخبار موجود قیام ها به وجود میآورد غافل نشوید. بله bunu da bayaq dedik da biz onun üçün xəbərnigarın bir vəzifəsi budur ki, otura və şey eləyə. Xəbərləri monitor eləyə, monitoring onun bir xəbəridir. Sonra da onun düzgünün çıxada və eləyə bilər qabağında deyə ki, məsələn filan sayt bunu belə yazıbdı, qələt yazıbdı. Düz deyil, təhrif eləyibdi. Bu da bahis olar ki, o media aradan gedər. Hər halda çox sağ olun, təşəkkür edirəm. Bugünkü klasda hazır olduğunuz üçün cuma axşamı yenə görüşərik, sağ qalın.